cavan alimə deyir ki, mənə bir dənə söz denən, bir sözdür. O söz məni günahdan saxlasın. Alim də bundan soruşur. Deyir, sən dini bilgilərin var? Deyir, bəli. Mən əqaid bilirəm, mən fiqh bilirəm, mən hədis bilirəm, mənim dini bilgilərim çoxdur. Mütaliə eləmişəm, oxumuşam, təhsil almışam. Deyir, yəni sən bunları bilirsən, bununla belə nədir? Deyir, bəli, mən bunları bilə-bilə belə nədir? Günahdan məni saxlamır. Deyir, onda sənə bir cümlə deyirəm, o cümlə ilə özünü tərbiyə elə. Bu ayəni deyir, ələm ya'ləm bi ennəllaha yara. Məgər o görmürmü ki, Allah görür, Allah baxır?